Salam, bugün mən sizə gel lak üçün, manikür üçün əvəzsiz olan bir əşyaları göstərmək istəyirəm. Elektrik avadanlıqlarını göstərmək istəyirəm. Bunlar bu işdə mənə inanılmaz köməkçidirlər, amma deyim ki, bunlar professional alətdir. Xeyr, elə deyil. Bunların professionalları nisbətən qiymətcə daha bahadır. Mən bunları ucuz almışam. Ardasa yalan olmasın, bəlkə 20 manat, 20 neçə manatsa aralığındadır. Amma əmin olun ki, qızlar bu kutikulları və sairələr təmizləyəndə o qədər kömək olur. İndi deyəcəksiniz ki, bu insan özü gel lakdan danışır və s. amma öz dırnaqlarına etmir. Tam səmimi tövsiyəmi istəyirsinizsə, mən gel lakı hər gün müntəzəm istifadə üçün istəmirəm, sevmirəm, amma kutikullar, dırnaq səliqəsi və s. bunlar üçün bu aparatlardan istifadə edirəm və bayramlar, ad günlər, xüsusi günlər olanda xoşlayıram ki, gel lakımı özüm üçün edim. Deməli, çox uzatmadan bunu demək istəyirəm ki, bu aparatların içərisində artıq belə bir nabor olur. Hətta bu içərisinə qoyulmuş keramik başlıq, o mənim özümün sonradan alıb əlavə etdiyim bir başlıqdır. Burada olan bələnçinə dəyişmək üçün, fərqli dırnağın kutikulları təmizləmək üçün və yaxud da baxın, bunlar dabanı işləmək üçün, məsəl üçün ayağa pedikür edirsənsə, həmin o hissələr nəm olandan sonra onun üstündən keçmək üçün, yəni ki, rahat olur. Və bunlar həmin o başlıqları indi göstərəcəm sizə. Məndə düşübdür qutunun içinə. Biraz səliqəsiz olubdur. Bunu keçirirsiniz başlığa və qorxmayın, yəni ki, bu ayağı elə də cızmır. Yəni ayaq dərisi üçün kifayət qədər, yəni uyğundur. Amma burada dərəcələr var, nəzərə alın. Burada dərəcəyə uyğun olaraq siz idarə edə bilirsiniz ki, yüksək sürətlə istəyirsiniz, yoxsa aşağı sürətlə istəyirsiniz prosesin baş tutmasını. Belə deyim ki, yəni alan zaman mən bunları sədərədən almışam. Və yenə də deyirəm, bunlar heç bir işbirliyi deyil. Sadəcə özümün alıb, razı qalıb və yaxud da qalmadığım hər hansı bir məhsula sizlə bölüşmək istəyirəm. Onun üçün paylaşım edirəm. Bəlkə kimlərəsə bu video xeyirli olacaq, yararlı olacaq və gedib o insanların qarşısına çıxacaq. Kimlərsə də deyilsə, əgər etmək istəyirsə, ya necəsə, yəni bəlkə həmin o insanlara da kömək ola bilər. Bunları isə hardasa 1-2 manat başlığın arasında almışam bu frezaları və fərqli boylarda almışam. Sonra gördüm Temuda ki, endirimlə satırlar. Bir belə böyük bir nabora mən bir neçə nənəli belənçə naborlar gördüm. Bunları isə daha ucuz almışam. Elə bilin ki, bir dənə belə böyük bir naborum hardasa 3-4 manatda başa gəlmişdi mənim. Amma hansı ki, mən bunların dənəsini Adələ Sədərənin özündən belə 2 manata, 1 manata ya 3 manat arası, yəni ki, dəyişilir. Orijinallığına uyğun olaraq dəyişilir. Mən məsəl üçün belə bir başlıqlar alıram. Düzdür, ölçünü tutturmaq çox çətindir. Məsəl üçün mən bunu alanda mən bunu bilmirdim. Bunların ucları çox iti gəldi və başları da çox nazik idi. İşləmək düzdür, rahatdır, amma hərdən məsəl üçün ehtiyatlı olmaq lazımdır ki, bu iti başlıq gedir adamın ətini biraz belə narahat edə bilər. Ona görə hər zaman başlayanda bunun sürətini çox aşağı tempdə qoymaq lazımdır ki, bu hətta məndə də aşağı tempdə qalıbdır. Çünki özümüzə zərər verməməkdən ötürü. Həmçinin məsəl üçün belə başlıqlar almışdım, bunları isə dəydən almışdım. Belə gel lak edən xanımlar bilirlər, ustalar isə onlar artıq məndən də bunu gözəl bilirlər. Bu almaz başlıqlardır, görürsünüz. Və həmçinin də bu isə, bu da olmazıdır. Kutikulu qaldırandan sonra, yəni dırnaq ətlərini qaldırandan sonra bu başlıqla ümumi olaraq həmin o dərini, artıq dərini götürmək üçündür, ölü dərini. Həmçinin mən baxın, bunu da Temudan götürmüşəm. Bu çox maraqlı bir dəstir. Necə? Almaz başlıqlarlıdır. Ucları belənçinə nazik olan da var. Və forması görürsünüz, necə belə küt olan da var. Bu tip başlıqlar da var. Yəni fərqli mənim aldığımın bir başqa bir variantı. Yəni bu da maraqlıdır. Belə bir seçimlər də edə bilərsiniz. Əgərləri kimsə xüsusi olaraq işləyirsə, bunun ayaq pedalı da var ki, ayaqla istifadəsi üçün. Mən sözün düzü çox istifadə etmirəm bundan. Təbii ki, çünki mənim işim elə də çox uzun müddətli olmur və mən tez canlı insan olduğum üçün istəyirəm ki, proses tez baş tutsun. Ona görə mən elə tez operata qoşuram, tez işimi görürəm.
Onunla da tez yığışdırıb yekunlaşdırıram. Yəni mən bunu hər hansı bir masanın başına, hər hansı bir yerdə səliqə ilə qoymamışam. İşimi görürəm və ondan sonra da götürürəm. Və beləçədən futryalarıdır ki, boş qalıbdır. Həmçinin bu dəsin üstündə məndə var idi. Aparatı istifadə edəndən sonra bunu bir tərəfdən asmaq üçün ki, yəni bunu harasa qoymağa, məsəl üçün belə səliqəli bir yerimiz olsun. Yəni bu belə bir şeylər var. Həmçinin işləyəndən sonra rahat bunu qoymaq üçün, yerləşdirmək üçün aparatı ki, səliqəli bir formada yerinə alsın. Digər əməkdarımı da göstərmək istəyirəm. Bunu hətta çevirmişəm, başını səhv qoymuşam yerinə, tərs qoymuşam. Bu bəlkə də yalan olmazsa, bu gel laklar təzə-təzə Azərbaycana gəlirdi, dəb olurdu həmin o vaxtlar üçün. Mən bunu o zamanlarda almışam. Hardasa bəlkə də yalan olmasın, bir 10 ilin, 11 ilin məndəki olan bir lampasıdır. Bu 54 wattdır və mən bundan inanılmaz dərəcədə razıyam. Bunlar mən alanda hətta bunun üstünə yazılmışdı. Bunu mən Xalqlar tərəfdən almışdım. Xalqlar yəni tam xatırlamıram. Bunu mən 52 manata almışdım. Bu o zaman üçün, yəni hətta üstündə qiyməti qalıb, çankası da qalıbdı. Bu əməlli güclü bir məhsulu idi, lent lampa idi, amma indi mən bilirəm ki, bundan da güclüləri var, bundan da yaxşı aparatlar var. İçinin, məsəl üçün, bunlar mən almışam, dediyim kimi, tək özüm üçün istifadə edirəm. Yəni bununla hətta mən bir ara şəkillər də çəkirdim, yəni bunun üstünə. Yəni gel lak edirdim və üzərinə xırda-xırda şəkillər çəkirdim və çəkdiklərim sadəcə French və sair deyildi. Əməlli, yəni bildiyimiz qəşəng personajlar çəkirdim. Multfilm qəhrəmanları çəkirdim. Yəni nəsə məndə belə bir ara var idi ki, belə bir şeyə maraq yaranmışdı. Hətta qar adamı çəkirdim qış ərəfəsində. O zaman bir ara moda idi. Yəni belə bir şeylər. İndi insanlar daha çox sadəliyə gedirlər. Pişik gözləri kimi bir manikurlar və s. Qradiyentlər, insanlar bu dəqiqə daha çox maraqlıdır. Fransız manikurlar. Amma bir zamanlar həqiqətən də əksər xanımların yəni dırnaqlarında xüsusən də maraqlı şəkillər, təsvirlər yer alırdı. Mən o zaman bunu edirdim. Bu çox yaxşı. Yəni ki, çox yaxşı gel lakı bərkidir, çox yaxşı qurudur. Deməli, burada 3 cürə işlənmə saniyəsi dərəcəsi var. 10 saniyə, 30 saniyə, 60 saniyə və bu isə 2 qat, yəni ki, güc verir, enerji verir. Yəni ki, elə bilin ki, təkrar özü işlənməsinə səbəb olur. Çox yaxşı qurudur, mən buna razıyam. Bəzi xanımlarda görmüşəm ki, bura fayqa bağlayırlar, aşağıdan fayqa qoyurlar ki, bu lampanın gücünü daha da artırsınlar. Amma mən nə yalan deyim, düşünürəm ki, biraz o bəlkə də salonlar üçün daha da lazımlıdır, sürətli işlənməsi üçün və s. Amma mən özümə edirəm deyə ehtiyac hiss etmirəm ki, xüsusi olaraq yeni əlavə gücləndirici, turbo rejimdə aparatı işlədən və dırnaqlara güclü təsir edən nəsə başqa bir şeylər edim. Və normal həyatımda da insanlara da əslində tövsiyə edərəm. Çalışın dırnaqlarınız sərbəst, rahat qalsın, hava alsınlar. Çünki bizi bədənimiz D vitamini götürə bilən yerlərdən biri dırnaqlarımızdır. Biraz hava almaq yaxşıdır onlar üçün. Amma xüsusən də yaz aylarında, bayramlarda, yeni il ərəfəsi, Novruz ərəfəsi adam istəyir ki, hardasa biraz bəzənlikli görsənsin. Və o zaman düşünürəm ki, insan öz seti öz əlindən tutur. Və bir də baxın bu da, mən bunu da elə demək olar ki, mən bu gel lak lampasını aldığım ərəfədə almışdım. Bunlar salfetkalardır ki, siz gel lak edən xanımlar bilirlər və həmçinin ustalar varsa baxanlar. Onlar mənim işimdə indi hal-hazırda dediklərimdə bəlkə hər hansı bir irad da tuta bilərlər. Əgər nəsə bir fikirləri varsa bildirsinlər, mənə maraqlıdır fikirləri. Əgərlər nəsə tövsiyələr varsa, onu da bildirsinlər və bir də demək istəyirəm ki, yəni mən professional gel lak ustası deyiləm, sadəcə rus blogerlar, xarici blogerlar, onların videolarına baxaraq və özüm də zamanında gel lak elətdirirdim. Özüm üçün öyrənmişəm və insanlara deyirəm ki, məsəl üçün bu qiymətcə də ucuz gəlir, zaman itkisinə də biraz az olur. Kimsə etmək istəyirsə, təbii ki, edə bilir öz-özünü. Və bunlardan da əmin olun ki, əgər mən məsəl üçün yalnız özümə edirəm də, uzun müddət bir dənəsinə hər dəfə istifadə etdikcə, bir dənəsinə, 2 dənəsinə istifadə etdikcə, bunlar uzun müddət, yəni ki, istifadə yəni davamlı olur. Bir dənə belə bir paçka alınsa, bu 2-3 qız bir yerdə əgər qalırsa, bacılar, analar, bu kifayət qədər çox müddət gedəcək.